hər zaman qələbə üçün meydana çıxırıq və bu gün də, bu qarşılaşmada qalib gəlmək istəyimiz var. Komandamız bu standart vəziyyəti necə yerinə yetirəcək? Elvin Əlizadə topa yaxınlaşır, təmkin ötürdü, təmkinin zərbəsi. Qapıcı ayaqları ilə topu dəf edir. Eşkin Tağıyevlə hücum qurmağa çalışır milli komandamız. Təmkin Xəlilzadə, təmkin əla keçdi rəqibini. Təmkin qarşısındakı boşluğu dəyərləndir. Təmkinin zərbəsi. Golkiper topu tutdu. 3-0 hesablı qələbədə onun da əməyi var. Elə penaltində özü qazanmışdı. Elvin Əlizadə keçdi. Elvin zərbə müqadatır. Elvin təkrar zərbə top qapıdan keçdi. Cəfər Cəfərov 3-cü cəhdində artıq ki topu qapıdan keçir 5-ci dəqiqədə. 2 dəfə hədiyyə etmişdilər topu ona, amma hər iki halda bu hədiyyədən sanki imtina etmişdi Cəfər Cəfərov. Bizdə belə bir misal var. Hatalar üçdən deyil və Cəfər Cəfərov bu misalı bu oyunu ilə doğruladı. Amma Elvin Əlizadə rəqibin müdafiəsini çaş-baş saldı. Burada qapıcı da topu əlindən buraxmışdı. Cəfər Cəfərov isə topu tora qovuşdurur. Qayda pozuntusu baş verdi. Topu irəli göndərirlər. Boşluq var amma Vəli Qafarov. İlk dəfədir ki, Vəli Qafarovu narahat etdilər deyə bilərik. Amma Vəli çox təcrübəli bir golkiperdir. Xəlilzadənin aratılması yaxşılandı, qapıya zərbə! Çox yaxşı təşkil olunmuş hücum idi, amma Vüsal İsayev fürsəti boşa verir. Vüsal İsayev, Vüsal topla çox yaxşı davranır. Vüsal keçdi rəqibini, Vüsal ötürmə, qapı boşlu, təkrar ötürmə. Məncə burada bir qədər çox gözlədilər. Yenidən Samirlə oynayır. Kənan Mirzəliyev boşlu cinahda, Rəvan Kərimov, Rəvanda qüvvətli zərbəsi var, Rəvan! Qüvvətli zərbələri var Rəvan Kərimovun. Fasiyə, milli komandamız minimal hesablı üstünlüklə ilə yollanır. Milli komandamız ikinci hissədə də artıq başlayan kimi topa nəzarət elə keçirib Rəvan Kərimov. Bratislavadan yerləmiş əla bir ötürmə, Cəfər topu saxladı, mərkəzə Elvin, boşluq var, qapı qarşısında Elvin Əlizadə 2-0. Bəli, azarkeşlərimiz gol istədilər, komandamız da onların istəyini saniyələr sonra yerinə yetirdi. Bax, bizim belə bir güclü komandamız var. Azarkeşlərin reaksiyasına, istəyinə dərhal reaksiya verən və dərhal onların istəyini yerinə yetirən dünya çempionları. Və bu komandanın kapitanı Elvin Əlizadə fərqlənir. Avstriya ilə görüşdə komandamızın yeganə qol olmuşdu. Yenə İsa'dan qüvvətli bir zərbə. Rozier'in önündə qaldı. Əks həmlə. Vəli görə necə oynayacaq? Vəli bu hücumun qarşısını kəsə bilmədi. Bu hücumun qarşısını kəsə bilmir. İban Labyo fərqlənir. Vəli Qafarov. Bu komandamızın Avropa çempionatında qapısında gördüyü ilk topdur. Xətaydan ötürmə. Qapı qarşısında zərbə olacaq amma Ramiz Çovdarov. Ramizin zərbəsi qapı dirəyi. Zərbənin qarşısını blokladılar. Burada isə top milli komandamıza qaldı. Milli Mehdi qazandı da Rəvan Kərimov. Rəvan qapısından qaydan top. Təkrar zərbə gol! Dünya çempionatının ən yaxşı futbolçusu Ramiz Çovdarov. 43-cü dəqiqədə 3-1. Rəvan Kərimovun zərbəsini qapısı dəf etdi, amma Ramiz Çovdarov bu fürsəti belə bir təcrübəli futbolçu qaçırmazdı. Hesabı 3-1 edir. Azarkeşlərin kefi kökdü bəli. 3-1 hesablı qələbə. Sol qapı boşdu. Zərbə indirmək olar mı? Bir qədər də geriyə Eşkin Tağıyev. Fransızlar səhvə yol verdilər. 4-cü qolu da vurmaq olar. Təmkinin ötürməsi keçirdi. 4-cü qol gəlmədi. Qapı dirəyi. Ona fransızların bu hücumda baxaq. Amma fransızlar ikinci qolu vurdular. Amma olsun artıq oyun yekunlaşır. Bu məncədə elə son andır fransızlar üçün. Fərqi minimuma endirirlər. Futbolçularımızın zərbəsindən sonra top qapı dirəyindən qayıtmışdı. Burada isə İban Labuye topu qapıdan keçirdi. Hesab 3-2 oldu. Görüş yekunlaşır. Milli komandamız 3-2 hesab ilə qalib gəlir.